Niacinamidi tətbiq etdim. Qızlar, gecə çox gözəldir, çox möhtəşəm bir nəmliyə doydu dərim. Təmizlədim üzümü ilk öncə. Bilirsiniz ki, səhifəmdə izləyirsiniz də, neçə vaxtı görürsünüz. Üz qulluğuna çox önəm verirəm və keyfiyyətli qulluqlara. Üzümü yudum, sildim chia toxumlu toniklə və üstdən bu niacinamidi tətbiq etdim. Üstdən də gecə kremimi. Çox gözəl dəri ilə oyandım və səhər saatlarında isə yudum. Sonra yenə tətbiq etdim. Niacinamidi üstdən də gündüz kremimi, mütləq SPF tərkibli olmalıdır kreminiz. Cavanlaşdırıcı üz kremimi tətbiq etdim. Daim istifadə etdiyimi görürsünüz. Yəni mənim dərim yaşıdlarımdan çox seçilir. Həm keyfiyyəti, həm problemsiz, qırışsız, sallantısız. Mənim istifadə etdiyim, mənim tövsiyə etdiyim, mənim sınağımdan keçən bütün məhsulları istifadə etdikdə çox gözəl nəticəniz olacaq. Özünüz də zamanla buna şahid olacaqsınız. Ona görə izləyin səhifəmi və mən nə istifadə edirəm, siz də istifadə edin. İlk öncə misellar suyu ilə təmizləyirəm, üzümü yuyuram gellə, Navij gelindən sonra misellar suyu ilə təmizləyirəm. Bu çox qəşəngdir, chia toxumu və bal tərkibli. Çox gözəl təmizləyir, qoxusu inanılmaz. Məsamələri də yığır, yəni dəriyə mütləq misellar və tonik lazımdır. Daha dərin təmizləmədir. Yəni dəri tərtəmiz olanda onda istifadə etdiyiniz kremlər, turşular sizə daha yaxşı nəticə verəcək. Təmiz olmalıdır. Sonra gecə tətbiq etdim niacinamidi. Mən buna bayıldım. Möhtəşəm nəmə doydu dərim. Sonra gecə kremi bura gətirməmişim, unutdum. Gecə kremini tətbiq etdim. Səhər saatlarında isə eyni qaydada qulluq edirəm. Amma mütləq səhər saatlarında günəşdən qorumaq üçün SPF 50 istifadə edirəm. Və gündüz kremi, burada da SPF Navij mənim vazgeçilməz seriyamdan olan, görürsünüz SPF 30 da özünün tərkibindədir. Dəstimin kremidir, gecə-gündüz kremi. Bu dəsti mütləq 40 yaşdan yuxarı çox dərin problemli olan xanımlara məsləhət görürəm. Mənə hər zaman mesaj bölümümə yazın. Bu isə aha turşumdur. Bunu həftədə 2 dəfə istifadə edirəm. Çox dərin peelingdir. Dərini yeniləyir. Heç vaxt turşular bir-birinə qatmayın. Yəni niacinamid, aha turşusu və bunların heç birini bir-birinə qatmaq olmaz. Çox təhlükəlidir. Məsləhətlə istifadə edin. Bunu həftədə 2 dəfə tətbiq edirəm. Sonra retinol. Bunların hamısını ayrı-ayrı vaxtlarda istifadə edirəm. Bugün gecə və bugünkü üz qulluğum bunlar idi.